Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, bugündən metronun 28 may və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Xətlərin ayrılması üçün tikilən tunelin tikintisinin təxminən 11 ay çəkəcəyi planlaşdırılır. Həyata keçiriləcək dəyişikliklərin paytaxtda sərnişin axınının və nəqliyyat istiqamətlərinin müəyyən qədər dəyişməsinə səbəb olacağı bildirilir. Hazırda metro stansiyaları arasındakı əlaqələrin kəsilməsinin kompensasiya edilməsi məqsədi ilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut fəaliyyət göstərir. Yeni ekspres marşrutlar bunlardır: